Salam aleykum. Sizə bir dənə yaxçı çıxarmışam satışa. 25.000 manat verdin, bu evi verdim sənə. Oldu nə? Gəllə mənə. 4 otaq, 1 mətbəx, 2 sot yarımın içində. 2 sot yarım sənətdədir. Sənətdədir. Ancaq ümumiyyət 4 sotdur. Yəni sot yarımın sənədində yoxdur da. Yəni bunu mən sizə deyim, biləsiniz. Belə radno 2 sot yarımdır. Geniş kuxnamız var. Bax kombisi nə qədər var? Kombidir, kuxna mebeldir, evin içində qalır. 25.000 manatca. Manat. Baxın, geniş koridorumuz. Görürsünüz, çox genişdir. Yerləşmə yerini sizə deyirəm. Ev yerləşir, nə hökməli, nə hökməli qovu yolu. At yalında. Hökməli dairəsindən qabağa gəlirsən, Vüsal Şadlıq Sarayı var. Onu keçəndən sonra rahatdan çatmamış sola dönürsən körpüyə, qalxırsan düz yuxarı. Düz yuxarı qalxdın. Yoldan bir 2 kilometrdən yuxarı çoxdur. Ofşi terasından, Şamaxı terasından. Ancaq marşrutdan şəhidimizin bulağı var. Şəhidimizin bulağında son astanovkatda. Oradan bura isə 400 metr var. Bunu mən sizə deyim. Geniş koridorumuz. Burada geniş belə bir zalımız. Görürsünüz? Şəxsi tikili evdir. Qiymət yaxçı qiymətdir. Pis qiymət deyil. Bugünkü gün bu qiymətlə belə bir ev həqiqətən də yoxdur. Burada da geniş belə bir yataq otağımızda. Otaqlar çox genişdir. Həqiqətən çox genişdir. Bunu da deyim sizə. 25.000 verirsən, opşi qiyməti 34.000 manat. 33 olsaydı Yurinin yaşı idi. Heyf ki 34.000 manatdır. Nəqd eləsən 32.500 manat. Yəni Yurinin yaşından 500 aşağı. Burada da var belə bir geniş yataq otağımız var. Çox genişdir. Yəni qiymətinə görə həqiqətən yaxçı qiymətdir. Pis qiymət deyil. Bugünkü gün qiymətinə görə yaxçı qiymət. Koridoruna baxın, gör nə genişliyində koridoru var. Burada da hamam sanuzelimizdir. Burada da geniş belə bir yataq otağımızdır. Yəni kapital remont deyil. Orta babat remontludur. Yəni yenə deyirəm, yoldan biraz aralıdır. Yəni yola yaxın ev istəyənlər, yəni bunun üçün zəng eləməsin. Yoldan aralıdır. Bir daha çölünü də göstərək. Baxın, bax həmin dediyim ev budur. Yəni bax 2 sot yarım o evin tinindəndir. Prosta bu sonra buraları artırıb eləyib. Eti betondur. Toğ, qoyunzaq saxlamaq damı da var. Burada da var. Baxın, göstərirəm sizə. Buradan belə, zabordan belə bunundur. Baxın, burada bunundur. Yəni sənəddən əlavədir. Yenə deyirəm, qazı da var, suyu da var, işığı da var, hamısı var.